Taksi sürücülərinə xoş xəbərim var. Həm taksi sürücüləri, həm də təcili yardım maşınını idarə edənlər sən demə Alzheimer və demensiya kimi xəstəliklərdən tamamilə qurtula bilərlər. Məsələ burasındadır ki, hər gün yeni yol, naviqasiya kimi bütün küçələri yadda saxlamaq beyni o qədər inkişaf elətdirir ki, bu adam yaşlananda da həm doğmalarını, həm özünü çox gözəl xatırlayır və yaddaşında heç bir problem olmur. Əgər işə hər gün eyni yolla gedib gəlirsinizsə, mütləq arada yolunuzu uzadın, çünki yeni yollar insanın zehnini genişləndirir. Mənə elə gəlir ki, bu sadəcə sürücülərə yox, elə piyadalara da aiddir. İnsan mütləq yeni nəsə görməli, yeni yerlər kəşf etməli ki, beyni də daha yaxşı inkişaf eləsin. Sponsor Saf Hospital. Taksi və ya təcili yardım sürücüsü kimi işləmək demensiyanın qarşısını ala bilər. Alimlərin müəyyən etdiyi kimi bu peşələrin nümayəndələrinin Alzheimer xəstəliyindən ölmə ehtimalı daha azdır. Harvard Universitetinin nevroloqları milyonlarla Amerikalının iş həyatını və ölüm səbəblərini araşdırıb. Təxminən 400 peşəni müqayisə etdikdən sonra onlar müəyyən edib ki, taksi və təcili yardım sürücüləri ən az demensiyaya tutulur. British Medical Journal-da dərc olunan tədqiqatın müəlliflərinin izah etdiyi kimi bunun səbəbi relyefdə naviqasiya qabiliyyətidir. Məsələn, avtobus sürücülərinin belə bir mühafizəsi yoxdur. Çünki alimlərin fikrincə onlar adətən eyni marşrutlarla hərəkət edirlər.